Əziz dostlar, hər vaxtınız xeyir olsun. Hal-hazırda Tovuz rayonunun ən ucqar kəndi olan Qaralar kəndindəyik. Şəhidimiz Mustafa Dadaşoğlu'nun 44 günlük vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Mustafa Dadaşoğlu'nun anım günüdür və bu günləri ziyarətə gəlmişik. Hansı ki, gördüyünüz bax bu Ağsaqqal Dadaş əmi şəhidimizin atasıdır və 1-ci Qarabağ müharibəsində kifayət qədər əziyyətlər olub və bu kənddə post yaranmasında 1-ci Qarabağ müharibəsində Ağsaqqal şəxsən özü iştirak edərək ilk postu Ağsaqqal yaradıbdı və kənddə cavanları, yaşlıları başına yığaraq kəndin keşiyinə Azərbaycan Respublikasının ərazi bütövlüyünə qalxıbdı. Və onu da nəzərinizə çatdırım ki, Dadaş atanın 3 oğul evladı var. 44 günlük vətən müharibəsində Dadaş atanın 3 evladının 3'ü də 44 günlük vətən müharibəsinin iştirakçısı olubdu. Və 44 günlük vətən müharibəsində bir evladı şəhid oldu, Mustafa'mız, bir evladı yaralandı, qazi oldu. O birisi evladı hələ də Azərbaycan ordusunda xidmət göstərir. Onu deyərdim ki, bu ailə hərbiçi ailəsidir. Bu ailə vətənpərvər, vətənsevən ailədir. Və gördüyünüz bu kənddə 80 təsərrüfat olub vaxtı ilə. Mənim bildiyim düz səhv. Amma bu günləri 15 ya 20 təsərrüfat qalmayıbdı. Onun da biri Dadaş atadır və onun ailəsidir ki, kəndi tərk eləmir. Əziz dostlar, mən nəyi demək istəyərdim? Bu günləri şəhidimiz Mustafa'nın məzarlığı da ki, gördüyünüz kimi Erməni ilə hava yolundan 100 metrəlik bir ərazidə yerləşir. Gördüyünüz qarşıdakı dağın başı bizim postu və oradan o yana da o yandakı posta bizim postu, oradan o üzədəki düşmanın postudur. Hava yolundan da ki, görürsünüz 100 metr məsafədədir. Bu günləri də Mustafa öz məzarınla kəndin keşiyində, kəndin başında düşmanla üzbəyüzədir. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Allah ailəsinə, yaxınlarına səbir versin inşallah. Biz də Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq hər zamanki kimi bu gün də şəhidimizin, Mustafa'mızın ziyarətindəyik. Uzaqlıq, yaxınlıq bizə fərq eləmir. Azərbaycanın hər bir bölgəsində şəhidimizi ziyarət eləməyi özümüzə borc bilirik. Amma Tovuzluları, Tovuz ziyarətlərini demək olar ki, ancaq çatdırırıq. Arzu edərik ki, Respublikamızın hər yerinə ziyarətə çıxaq. Ve bizzahra betulin ve bilumin ve ladata ve bisibteyi ve şibleyi humanetülü zekiyi ve bisezzade ve bilbagiri ve sadik hakka ve bi Musa ve Aliyin ve Tekiyin ve bizil askeriyi ve lüccatil gaimi bil Allahümme salli ala. Gördüyünüz həmən Dadaş atadır ki, 1-ci Qarabağ müharibəsindən bu günə vətən keşiyində bu kəndi də tərk etmir. Öz gücü ilə hər zaman düşmanla üzbəüz olub, bu günə qədər də
düşmanların üzbəyüzdür. Allah ruhunu şad eləsin Dadaş ata. Amin. Allah bütün Sen bizim- şehitlerine rahmet eylesin. Vatan sağ olsun. Bütün bizim gayretimizi, şərəfimizi qaldıran bütün şəhidlərimizə, qazilərimizə, hərbiçilərimizə Allah can sağlığı versin. Şəhid olan Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah millətimizi, elimizi, ovamızı qorusun. Xatalardan, bəlalardan, hansı ki çətin bir keçid dövründəyik. Xalqımızın gələcəyi günü işıqlı olsun, güneşli olsun. Milletin daxili siyasətində olan hadisələrdə qardaş qırğınlarına, bir-birinə çəp baxmaq, belə hallar olmasın dövlətimizdə, dövlətimizin axıra qədər uğurlu olsun. Canınıza can sağlığı, bütün şəhidlərimizə Allah rəhmət eləsin. Amin inşallah. Dadaş ata, 1-ci Qarabağ müharibəsində Azərbaycan ordusunda neçə il xidmətin olub? 16 il Azərbaycan ordusuna xidmət eləmişəm. Birinci ilk dəfə hərbi xidmətim Qaralar kəndində ordunun yaranmasında 8 nəfərlə başlamışıq. Elə bil 91-ci ildə dəhdi beləsin, hələ ordu Azərbaycanda yaranmamışdı. Burada ilk dəfə könüllü dəstələr, bir də ki hərbi polislərimiz burada ilk dəfə postlarımızı qurmuşuq. Bu bölgələrdə, bir də bu bölgədə, bir burada tərəfçi postlarımızda. Sonra 92-ci ildə yanvar ayının 12-sində Qoşun Müdafiə Nazirinin əmri ilə bizim hərbi hissə 812 yarandı. 812 yaranan ilk dəfə buranın bölük komandiri işlədim. Burada işləyəndən sonra Sulunun alınmasında, Qarayalın alınmasında iştirak etdim. Sonra Müdafiə Nazirinin əmrinə əsasən Azərbaycan ordusundan Naxçıvan bölgəsinə 777 hərbi hissənin sərəncamına göndərildi. Orada bir müddət, bir ay qaldıqdan sonra bizi gətirdilər Bakı şəhərinə. Bakı şəhərindən biz gəldik Gəncə şəhərinə. Axırıncı hərbi xidmətim 772 saylı hərbi hissədə oldu. Onun 2005-ci ildə də hərbi xidmətdən ehtiyata buraxıldı. Vətən müharibəsində 3 oğul evladınız, 3-ü də Vətən müharibəsi iştirakçısı oldu. 2 evladım hal-hazırda biri daxili qoşunlarla xidmətini yerinə yetirir, biri Suqovşan və Talış kəndlərinin alınmasında iştirak edib qazidir. Mustafa da Murovda və Sıqəbində gedən ağır döyüşlərdə şəhid olmuşdur. Allah ruhunu şad eləsin cəm şəhidlərimizin. Allah sizə səbr versin. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən o döyüşlərdə, savaşlarda əvəz olunmaz əziyyətləriniz, xidmətləriniz olubdur. Allah Teala sizi kimi ağsaqqalları bizim elimizdən, obamızdan əsir eləməsin. Siz bir nümunəsiz. Gənclərimizə, cavanlarımıza, yeniyetlərimizə hamısına bir nümunəsiniz. Allah sizə can sağlığı versin. Birinci Qarabağ müharibəsində həqiqətən dövlətin bir belə təminatlı qüvvəsi yox idi. Elə bil öz rayonumuzdan nəzdində hansı bir xeyriyyətçi qurumlar arasında biz həqiqətən də o çətin bir dövrdə xidmət elədik. Birinci Qarabağ müharibəsində çətinliklə elə oldu. Postlarımızda durduğumuz dayaq məntəqələrində təminatımız çox zəif oldu. Hal-hazırki dövrdə Allah'a şükür dövlətdə orada hər bir şey var, hər bir şey məsələn təminat var. Elə olurdu ki biz məsələn bir postda bircə dəfə çörək yeyirdik. Həqiqətən də. Sonra hakimiyyət, dövlət ordu düzgün yaranandan sonra təminat yavaş-yavaş 97'den sonra orada başladı yavaş-yavaş təminat olmağa. Və orada indi hal-hazırdakı gördüyümüz güclü ordu yox, güclü dövlətiyik. Canınıza can sağlığı. Mənim də arzum odur ki, birinci düzdür, müharibə qəm-kədərdir, ölüm ditkidir. Həyatın qanun belədir. Mən arzulayarım ki, heç bir dövlətimizdə heç bir müharibə olmasın. İndən sonra xalqımız heç olmasa, biz şəhid ailələrinə baxmayaraq, qoy xalqın məsələsini üzü gülə bilsin. Az da olsa qoy gülüş səsi gəlsin. Allah ordumuzu qorusun. Allah Cənab Ali Başkomandanımızı Qarabağ qorusun. şəhidlərimizə, 2-ci Qarabağ şəhidlərimizə, terror əməliyyatlarında, aprel döyüşlərində iştirak edən bütün Azərbaycan balalarına, Azərbaycan şəhid olan Allah rəhmət eləsin. Bütün bir valideyn olaraq, bütün valideynlərindən də yolunuzu məruz tutun, möhkəm olun, gələcək o öz nəvələriniz üçün, balalarınız özünü ayaqda, dayaqda saxlamağa arzulayırıq. Allah razı olsun.